Salam, hər vaxtınız xeyirli olsun Mədəni Ritmin daimi izləyiciləri. Hər zaman olduğu kimi bu dəfə də incəsənətin, musiqinin və sənət dünyasının ritmlərini birlikdə tutacağıq. Hazırsınızsa, başlayaq. 3-cü Qərbi Azərbaycana Qayıdış Festival Konqresi keçirilib. Tədbir strateji və tarixi əhəmiyyətə malik olan Ordubad şəhərində təşkil olunub. Qərbi Azərbaycan tarixi, mədəniyyəti, milli adət-ənənələri və folkloru bu dəfə Ordubadda özünü göstərəcək. 3-cü Qərbi Azərbaycana Qayıdış Konqres Festivalında isə müxtəlif alimlər, elm adamları və digər vəzifəli şəxslər iştirak edəcək. Məqsəd Qərbi Azərbaycana qayıdış ideologiyasının təbliği, insanların öz doğma dədə-baba yurtlarına qayıdışını, haqqının müdafiəsi və Qərbi Azərbaycan belə deyək, mədəniyyətinin, adət-ənənələrinin yaşadılmasıdır. Cənab Prezidentin də qeyd elədiyi kimi, biz ora ancaq əlimizdə sülh bayrağı ilə getmək istəyirik. Sadəcə öz torpaqlarımıza qayıtmaq, öz torpaqlarda yaşamaq, ata-baba yurtlarımıza dönmək və orada həyatımızı davam etdirməkdən ibarətdir. Ona görə də hesab edirəm ki, belə festivalların keçirilməsi olduqca vacibdir. Bu həm də bir maarifçilik xarakteri daşıyır. Eyni zamanda Qərbi Azərbaycanın tarixini öyrənmək baxımından xüsusilə gənclərimiz üçün olduqca vacib bir məsələdir. Yaddaşlarımızı yeniləyən gündür. Özümüzə qayıtmaq əzmində olduğumuz gündür. Qətiyyətimizi bildirdiyimiz gündür. Bugün yanlı tutan gənclərin ifasında o yanlılara qoşulub, bax bu dağın o üzünə getmək fikrindəyim. Və əminəm ki, Cənab Prezidentin dediyi, verdiyi bütün vədlər özünü doğrultduğu kimi, onun bizə dediyi, biz Azərbaycanlara dediyi, bu vəd də özünü doğruldacaq. Biz tezlikcə Qərbi Azərbaycana qayıdacaq. Naxçıvan Muxtar Respublikasının rayonlarının Qərbi Azərbaycanla bağlı olan sərgisi təqdim olunur və bu sərgidə Qərbi Azərbaycanlıların etnoqrafik əşyaları, onların mətbəx nümunələri sərgilənir. Bu onu göstərir ki, bu insanlar hər zaman öz ənənələrinə, öz mədəniyyətlərinə, öz təfəkkürlərinə, qədim türk dünya görüşündən irəli gələn təfəkkürə sadiq qalmışlar və onları yaşadırlar. Onları məskunlaşdıqları bu Naxçıvan ərazisində çox geniş miqyaslı, böyük şövqlə yaşatmaqdadırlar və bizim arzumuz odur ki, biz gün o gün olsun ki, Qərbi Azərbaycan torpaqlarında bu konqres festivalları daha geniş miqyaslı qeyd eləyək. Qərbi Azərbaycan mövzusundan Naxçıvana gələrkən biz həm də tarixi həqiqətlərə, tarixi keçmişimizə qayıdırıq və onun üzərində gələcəyimizi qurmaq məqsədindən bura toplaşırıq. Çünki Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüs, Qərbi Azərbaycana qayıdış konsepsiyasının fiziki və coğrafi yolu elə buradan keçir. Doğrudur, qayıdışın hüquq aspektləri var, beynəlxalq aspektləri var, humanitar aspektləri var, amma bir də real coğrafiyada onun real təntənə etməsi hadisəsi var. Ona görə də çox möhtəşəm bir ev sahibliyi etdiyinə görə Naxçıvan Muxtar Respublikasına, onun rəhbərliyinə, bu tədbiri təşkil edən Naxçıvan Dövlət Universitetinə, bütövlükdə bizi sevgi ilə, ürəkdən, səmimiyyətlə qucaqlayan Naxçıvanlara ürəkdən təşəkkürlərimizi çatdırırıq. Qərbi Azərbaycana Qayıdış 3-cü Konqres Festivalı çərçivəsində səsləndirilən fikirlər, nümayiş olunan sərgilər və təqdim edilən mədəni nümunələr bir daha göstərdi ki, Qərbi Azərbaycan mövzusu sadəcə keçmişə baxış deyil, gələcəyə uzanan bir yolun ifadəsidir. Qədim yurd yerlərimizin adət-ənənələri, folkloru, musiqisi və zəngin mədəni irsi festival boyunca yenidən canlandırıldı. Ordubadın tarixi məhəllələrində qurulan pavilyonlarda insanlar öz köklərinə, yaddaşlarına və mənəvi dəyərlərinə bir daha qovuşdu. Vətənimizin bir addımında, Qərbi Azərbaycanın bir addımında belə bir tədbirin keçirilməsi bizə çox duyğulu anlar yaşatdı. Çünki bu çox önəmlidir. Həm oradan olan sənət, mədəni irsimizin sərgisi, təqdim olunan əsərlər, o mədəniyyət inciləri hamısı bizi obamıza, elmimizə götürdü və bir daha ümidimiz artdı ki, biz çox qısa zamanda orada yaşamaq hüququmuzu bərpa eləyəcəyik.
Tədbir iştirakçılarının simasında isə ortaq bir hiss duyulurdu. Tariximizi yaşatmaq, onu gələcək nəsillərə çatdırmaq və milli yaddaşı daha da möhkəmləndirmək istəyi. Burada Qərbi Azərbaycana aid müxtəlif illərdə nəşr olunmuş kitablar, foto şəkillər, hətta bir medal var və diqqətimizi çəkən isə bu nikah şəhadətnaməsi oldu. 1951-ci ildə bağlanılıb. Bunun hal-hazırda 85 yaşı var, 85 illik bir sənətdir əlimizdə. Deməli, 1929-cu illə 1934-cü ildə doğulan bir şəxsin nikah şəhadətnaməsi. Azərbaycanımız bugün hamısı yığışıb Ordubada. Azərbaycanımızın bütün bölgələrindən ziyalılar hamısı gəlib bura. Yəni Qarabağımızdan sonra növbəti hədəf Zəngəzurdur da. Orada yol bu Ordubaddan keçir. Çünki Zəngəzur yolu buradan başlayacaq. Ona görə də bura bizim üçün çox qiymətlidir, çox dəyərlidir və mən düşünürəm ki, çox uzun çəkməyəcək bir zaman gələcək ki, biz buradan öz maşınımızla və yaxud qatarla buradan birbaşa Qarabağa gedəcəyik. Mən Göyçəli gəliniyəm. Çox sevinirdim ki, belə bir festival oldu və gəlib iştirak elədik. Yəqin ki, tezliklə Göyçədə də görüşəcəyik sizlərlə, inşallah. Nələr var çantanızda? Ordubaddan nələr almısınız? Ordubad əriyi almışam. Ordubad əriyi, vişnəsi, sonra qoz varinəsi. Bir də pendir istədiniz. Bəli, bir də pendir. Çox gözəldir, havası gözəldir, qurudur, çox xoşumuza gəldi. Təşəkkür edirəm. Sağ olun, elə eyni qaysı, ərik. Xoş istirahətlər. Sağ olun. Bu festival bütün Qərbi Azərbaycan ideyasının ətrafında birləşənlər üçün açıqdır. Bütün təbəqədən olan cəmiyyətimizin üzvləri üçün açıqdır və burada məktəblilər, tələbələr, müxtəlif rayon ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif ictimai təşkilatlarının nümayəndələri, Qərbi Azərbaycan icmasının üzvləri bu festival konqresdə 2 gün ərzində çox maraqlı layihələrin şahidi olacaqlar və mən minnətdaram ki, bugün ölkəmizin tanınmış incəsənət xadimləri də bizi burada tək buraxmadılar. Onlar da Qərbi Azərbaycana vətənpərvərlik mövzusuna həsr olunmuş müxtəlif əsərləri ilə bugün müxtəlif respublika insanlarını sevindirə bildilər. Cənab Prezidentin bölgədə yaratdığı reallıq bir daha qarşı tərəfə mesajdır ki, bu insanların öz ata-baba yurtlarına qayıdışı qaçılmazdır. Yaxşı olar ki, Ermənistan rəhbərliyi gec olmadan bu reallığı, bu həqiqəti dərk eləsin və bu insanlarımızın dinç yolla, sülh yolu ilə o torpaqlara, öz doğma yerlərinə qayıdışına razılıq versin, təmin eləsin. Əks təqdirdə təbii ki, hər hansı bir vasitə ilə bu insanların öz ata-baba yurduna qayıdışı qaçılmaz. Yenə möhtəşəm gün yaşanır Naxçıvanımızda. Mən çox şadam, çox məmnunam. Bu tədbirlərdə ümumiyyətlə Naxçıvana hər gəlişimdə özümü çox şad, xoşbəxt hiss edirəm. Xüsusilə də bu Qərbi Azərbaycana qayıdış tədbirinin, festivalının keçirilməsi önəmlidir bugünkü günümüzdə. Bugün Ordubadda keçirilən festival yalnız bir tədbir deyil, həm də keçmişlə gələcək arasında qurulan mənəvi körpünün ifadəsi kimi yadda qaldı. Qərbi Azərbaycana qayıdış ideyası ətrafında Naxçıvan Dövlət Universitetində tanınmış xanəndə Nuriyə Hüseynova solo konsertlə çıxış edib. Daha ətraflı isə sujetimizdə. İncəsənət zamanı donduran və insan ruhunu ali duyğularla qovuşduran ecazkar bir dünyada. Naxçıvan Dövlət Universitetinin bu dəfəki sənət gecəsi məhz belə bir mistik və canlı ab-havada yadda qaldı. Naxçıvan Dövlət Universitetində keçirilən Qərbi Azərbaycana qayıdış festival konqresi çərçivəsində reallaşan bu möhtəşəm sənət gecəsi ustad xanəndə, əməkdar artist Nuriyə Hüseynovanın solo konserti ilə tamaşaçılara unudulmaz anlar yaşatdı.
Səhnədən süzülən hər muğam parçası, hər xalq nəğməsi tamaşaçıların qəlbində dərin izlər qoydu, musiqinin əbədi gücünü bir daha nümayiş etdirdi. Zəngin repertuar, musiqi alətlərinin mükəmməl vəhdəti və tamaşaçı ilə qurulan o səmimi mənəvi bağ gecənin hər anını unudulmaz edirdi. Konsertin ən yadda qalan anlarından biri də istedadlı bəstəkar və ifaçı Çilənay Hüseynovanın proqrama xüsusi bir rəng qatması idi. Özəl bir gündür. Naxçıvan Dövlət Universiteti nəzdində konservatoriyanın zalında klassik Azərbaycan musiqisi gecəsi yaşadıq. Həm tələbələr, həm müəllimlər, həm dəvət olunmuş qonaqlar və özüm üçün çox xoş oldu bu. Çünki məsləyim, işim Azərbaycan musiqisinə xidmət etməkdir, onu dünyada tanıtdırmaq, muğamlarımızı, xalq musiqimizi, mədəniyyətimizi gözəl bir şəkildə təmsil etməkdir və bu mədəniyyətin daşıyıcısı olaraq bugün doğulduğum bu torpaqda, böyüdüyüm bu torpaqda ilk addımlarımı demək 12-13 yaşlarımda olduğum zaman məhz Naxçıvan səhnəsindən kiçik səhnədən böyük səhnələrə getdiyim bir məkanda, bir yerdəyəm. Ona görə həm özəldir, həm də mənim üçün xoşdur. Naxçıvanda yaşanan bu unudulmaz gecə sadəcə bir konsert proqramı kimi deyil. Sənətin, peşəkarlığın və saf musiqi eşqinin yaddaşlara silinməz izlərlə həkk olunduğu bədii bir hekayə kimi tarixə yazıldı. İndi isə mədəni təqvim rubrikasının zamanıdır. Xatırladım ki, tarixdə baş verən mədəni hadisələrə bu rubrikada nəzər salırıq. Elbəy Rza Quliyev Azərbaycan kino və təsviri sənətinin görkəmli simalarından biridir. 1926-cı ildə Bakıda anadan olub. Sənət yoluna Bakı Pionerlər evindən başlayan Elbəy bəy 1941-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil alıb, daha sonra Moskvada Ümumİttifaq Dövlət Kinematografiya İnstitutunda peşəkar kino rəssamlığı üzrə ixtisaslaşıb. 1953-cü ildə Azərbaycana dönərək Azərbaycan Film Kino Studiyasında fəaliyyətə başlayıb və ölkənin ilk peşəkar kino rəssamlarından biri kimi bu sahədə əsası iz qoyub. Onun yaradıcılığına Bəxtiyar, Arşın Malalan, Uşaqlığın son gecəsi, Gün keçdi, Bəyin oğurlanması, Yeddi gözəl və Qəzəlxan kimi filmlər daxildir. Paralel olaraq dəzgah rəssamlığı ilə də məşğul olan Rza Quliyev Bakının və Abşeronun peyzajı, Əmək adamları, Leyli və Məcnun silsilələri ilə tanınır. Elbəy Rza Quliyev sənətinə sadiq, yorulmaz bir yaradıcı insan idi. O, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrlə yaddaşlarda qalacaq, əsərləri isə gələcək nəsillər üçün ilham mənbəyi olaraq yaşayacaq. Azərbaycan simfonik musiqisinin banilərindən böyük bəstəkar və pedaqoq Cövdət Hacıyev 1917-ci ildə Şəkidə anadan olub. Musiqi təhsilini Bakı və Moskva konservatoriyalarında alıb. Dmitri Şostakoviçin sinifində yetişib. Vətən operasının, 8 simfoniyanın,
zirvələrə, şəhidlər onu zaman seçib kimi parlaq simfonik əsərlərin müəllifidir. Musiqisində qəhrəmanlıq, humanizm və milli ruh dərin yer tutur. 1957-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub. Neçə bəstəkar yetişdirib. 2 dəfə SSRİ Dövlət mükafatına, şöhrət ordeninə layiq görülüb. Cövdət Hacıyev həm sənətdə, həm də təhsildə iz qoymuş şəxsiyyətdir. Onun yaratdıqları musiqi tariximizin qürur səhifələrində yaşayır. Süleyman Ələsgərov 1924-cü ildə Şuşada anadan olub. Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. 1943-cü ildə Üzeyir Hacıbəylinin təqdimatı ilə Bəstəkarlar İttifaqına üzv seçilib. O, Gözlə məni mahnısı ilə tanınıb. Onun yaradıcılığına Ulduz, Özümüz bilərik, Milyonçunun Dilənçi oğlu kimi məşhur operettalar, Bayatı Şiraz simfonik muğamı və yüzlərlə mahnı daxildir. Ələsgərov həm də mədəniyyət sahəsində təşkilatçı kimi fəaliyyət göstərib. Qarabağla bağlı əsərləri, Əsgər marşı, Bura vətəndir, Güllələnən abidələr və digərləri vətənpərvər ruhu ilə seçilir. Bəstəkar 1999-cu ildə vəfat edib. İndi isə həftənin ən aktual yenilikləri ilə xəbər rubrikasında tanış olacağıq. Mədəniyyət və incəsənət dünyasındakı yeni layihələr, sərgilər, konsertlər və daha nələr. Bakıda 3-cü Nine Senses Fest 2026 Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalının açılış mərasimi keçirilib. Festival köklərdən inkişafa doğru şüarı ilə keçirilir və insanın şüurlu həyata, daxili harmoniyaya və şəxsi inkişafa aparan yolunu ifadə edir. Bu il festival dünyanın müxtəlif ölkələrindən 1500-ə yaxın iştirakçını və 80 eksperti bir araya gətirib. 3 gün ərzində paytaxtın müxtəlif məkanlarında və Sibris Kurort kompleksində mühazirələr, ustad dərsləri, meditasiya və nəfəs təcrübələri, maarifləndirici sessiyalar, yaradıcı görüşlər və konsert proqramları keçiriləcək. Açılış mərasimi çərçivəsində qonaqlara özünə inkişaf, art terapiya, bədən təcrübələri, eləcə də mədəni və musiqi tədbirlərini əhatə edən zəngin festival proqramı təqdim olunub. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, Nine Senses İncəsənət Mərkəzinin təsisçisi və Azərbaycan Yoga Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə həyata keçirilib. Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera Orkestrinin Xankəndi Mədəniyyət Mərkəzində 15 iyun Milli Qurtuluş gününə həsr olunan təntənəli konserti keçirilib. Bayram konserti Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin geniş miqyaslı mədəni qastrol proqramı çərçivəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşib. Orkestr əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin Arazbarı, Qara Qarayevin 7 gözəl baletindən Ayşənin rəqsi və İldırımlı yollarla baletindən Ehtiraslı qızın rəqsi, Fikrət Əmirovun Min bir gecə baletindən Şəhrizadın bayramı, həmçinin Azərbaycan elləri və Mən səni araram mahnılarını səsləndirib. Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının gənclərə dəstək iştirakçıları Tbilisi Vano Saraçişvili adına Dövlət Konservatoriyasında konsert proqramı ilə çıxış ediblər. Konsert Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən həyata keçirilən Gənclə Dəstək layihəsi çərçivəsində Tbilisi Dövlət Konservatoriyasının dəstəyi ilə reallaşıb. Miray Fərzulla, Suel Kərimli, Nuray Həsənli, Ümid Əskərli İgyan, Anisa Karmel Əskərli, eləcə də Tbilisi Dövlət Konservatoriyasının yetirmələri Georgi Megrelişvili, Baçi Mikeladze, Andriya Kapanadze və başqaları pianoda Azərbaycan, Gürcü və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər. Qeyd eləyək ki, Gürcü tamaşaçılar Nuray Həsənlinin Tbilisi haqqında mahnısını zalda canlı ifa edərək gənc pianoçuya dəstək olublar. İçəri şəhərdə Tatar xalqının ənənəvi milli bayramı olan Sabantuy təntənəli şəkildə qeyd edilib. İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu tərəfindən təşkil edilən və Azərbaycanla Tataristan xalqları arasında dostluğun və mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş Xəzər Sabantuyu tədbiri Bakı sakinləri və paytaxtın qonaqlarının böyük marağına səbəb olub. Əməyi, birliyi, bərəkəti simvolizə edən Sabantuy festivalı Azərbaycan milli rəqslərinin ifası ilə başlayıb. Daha sonra Tatar xalqının adət ənənələrini, kənd
kənd həyatını və əmək qaydalarını əks etdirən səhnəciklər nümayiş etdirilib. Axşam oyunları, yaz əkinləri, hədiyyələrin toplanması və Sabantuyun qonaqları, tamaşalara qonaqları Tatar xalqının zəngin mədəni irsi ilə tanış edib. Gün boyu təqdim olunan bədii proqramda Azərbaycan və Tataristandan olan yaradıcı kollektivlər, eləcə də digər türk xalqlarının nümayəndələri çıxış ediblər. Bu bayramı fərqləndirən əsas əlamətlər insanların mehribanlığını, qədim tarixə malik Tatar xalqının sevinməyə və şənlənməyə haqqı olduğunu nümayiş etdirməyidir. Tolerantlığın hökm sürdüyü Azərbaycanda Sabantuyun sərbəst, istənilən səviyyədə qeyd olunması müstəqil dövlətimizi özünə vətəndaş seçmiş tatarların Azərbaycana sevgi və məhəbbətinin tərənnümünə çevrilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunub. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü il dönümünə həsr edilən konsert Saat Gülləsinin qarşısında keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Dənizkənarı Milli Parkda tanınmış müğənni və yaradıcı kollektivlərin iştirakı ilə rəngarəng musiqi proqramı təqdim edilib. Konsert proqramında xalq artistləri doğma Qarabağa həsr olunan mahnılar, vətənimizi vəsf edən musiqilər səsləndiriblər. Bayram konserti atəşfəşanlıqla yekunlaşıb. Türkiyənin cənubundakı Adana şəhərində 1-ci və 2-ci Qarabağ müharibələrinin qəhrəmanlarına həsr olunmuş Köhnə Çamadanlar filminin nümayişi olub. Adana Vilayət Mədəniyyət və Turizm İdarəsi, Adana Polis İdarəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və bir sıra qeyri-hökumət təşkilatları 15 iyun Azərbaycanın Milli Qurtuluş Günü münasibəti ilə keçirilən mədəni proqrama fəal şəkildə töhfə verib. Türkiyə Polis Əməkdaşlarının Həyat Yoldaşları Assosiasiyasının Adana ofisi tədbirə koordinasiya dəstəyi verib. Real hadisələrə əsaslanan və Qarabağ müharibəsi zamanı 8 Azərbaycan qadınının hekayəsini təqdim edən Köhnə Çamadanlar layihəsinin rejissoru və yaradıcısı Səidə Haqverdiyevadır. Film Azərbaycan qadınlarının müxtəlif həyat hekayələrini tək bir ssenari çərçivəsində birləşdirir və bununla da müharibənin mürəkkəb psixoloji ab-havasını tamaşaçılara çatdırır. Və beləliklə Mədəni Ritmin bu həftəlik buraxılışının da sonuna gəldik, çatdıq. Unutmayaq ki, incəsənət ruhun qidasıdır və çalışaq ruhumuzu hər zaman qidalandıraq. Sağ olun, sağlıqla qalın.